Salam əziz valideynlər. Bu gün sizlərə uşaqlara hər gün nağıl oxumağın faydalarından danışacağam. Gəlin başlayaq. Birinci, dil və nitq inkişafını sürətləndirir. Nağıllar uşaqlarda söz ehtiyatını artırır, düzgün cümlə qurma bacarığını inkişaf elətdirir və danışıq zamanı fikirlərini daha aydın ifadə etmələrinə kömək edir. İkinci, diqqət və dinləmə bacarıqları güclənir. Nağıl dinləyən uşaq hadisələrin ardıcıllığını izləməyi, fikrini bir müddət bir mövzu üzərində cəmləməyi və eşitdiklərini emal etməyi öyrənir. Üçüncü, təxəyyül və yaradıcı düşüncəni inkişaf etdirir. Şəkilsiz və yaxud da qismən şəkilli formada dinlənilən nağıllar uşağın beynində həmin obrazları canlandırmasına kömək edir və bu da yaradıcılığı və problem həll etmə bacarığını inkişaf etdirir. Dördüncü, emosional zəkanı və empatiyanı gücləndirir. Nağılı dinləyən uşaq buradakı qəhrəmanın hiss və həyəcanlarını tanıyır, onun davranışlarını izləyir və özlüyündə yeni emosiyalar tanımağa başlayır və bu zaman o digər insanları anlamağı, düzgün davranış sərgiləməyi və sosial münasibətlərdə düzgün davranmağı öyrənir. Beşinci, erkən savadlılığın təməlini qoyur. Müntəzəm nağıl oxunan uşaqlar kitaba maraq göstərir, sizinlə kitab üzərindən rahat formada dialoq qurur, hadisələrin ardıcıllığını izləməyi bacarır və oxu-yazı bacarıqlarını zamanla inkişaf etdirir. Bu isə məktəbə hazırlıq təməlinin daha düzgün qoyulmağına şərait yaradır. Əziz valideynlər, siz də çalışın ki, uşaqlarınıza mütəmadi formada nağıl oxuyun, nağıl üzərindən dialoq qurun, onların verdiyi hər sualı cavablayın və mümkünsə, əgər şəkilli kitabdırsa bu formada, açın, həm şəkillərini izah edin, həm sözləri bircə-bircə hərflərlə göstərərək onlar üçün oxuyun və kitab onların qarşısında olsun, bunu izləsinlər. Burada həm onların nitqi gözəl formalaşacaq, həm ardıcıllıq bacarıqları, izləmə bacarıqları, dinləmə bacarıqları hamısı inkişaf edəcək. Həm sosiallaşacaqlar, həm sizinlə və dostlarla bir yerdə gedib nağılı artıq onlara danışarkən və yaxud da hər hansı bir dərsdə, nağıl müzakirəsində öz fikirlərini aydın formada izah edəcəklər və bütün bunlar kitaba olan sevgini təməlini qoyur və düzgün oxu, yazı bacarıqlarını da kiçik yaşlarda uşaqlara aşılayır. Ona görə də xahiş edirəm, hər biriniz yeni kitablar alın və mütəmadi formada övladlarınıza nağıllar oxuyun.